Ay kişi, yuxarıda gözümə atdan eşşəkdən bir şey dəymiyib. Yox ay bala, görməmişəm. Necə be, eşeğini itirmişsən. Eşşək nədən kişi? Gül kimi kəhər atım vardı. Bəs nə oldu? İtirmişəm. Nə? Orada bulaq başında hörüyləmişdim. Oturdum ki, bir lokma zəhər yiyeyim. Yiyərəm, gedərəm cəhənnəm yuxusuna. Bir də o vaxt ayıldım ki, it də gedib, ip də gedib, at da gedib. O ata mən bələdəm. İndi Allah bilir hansı təpənin başındadır. Ne istəyirsən məndən ay Allah'ın heyvanı? Sənin sahibin mən deyiləm, ne diyəni tap da. Gelsene bu qəbri mənə verəsən. Özün üçün biraz gembolunu qazarsan da. Sana verim qəbri. Ne olar? Qurbandır. Yaxşı bəs sən nə verərsən əvəzində? Mənim neyim var ki, sənə də nə verim? Vay, necə yəni nəyim var? Bəs o nədir? Biraz qocadır, amma eybi yox. İşə yarayar. Gəl belə danışıq. Eşşək mənim, qəbir sənin. Razısan? Razı olmağına razıyam, eşeğe... Tapdım! Ay sənə nənəm qurban, bırax eşşəyin başını! Axı səninki atdı, bu eşeğiydi. Bu mənim həm atımdır, həm də eşşəyim. Sənin kəhərin buymuş. Bəs eşitməmsən? Atalar deyib ki, eşşəyə min, ata çatınca. O qədər ki, bu eşşəyi mən minmişəm, ata çatmağına lap az qalıbdı. Odur ki, bu mənim həm atımdır, həm də eşşəyim. Bura baxa! Qəbirstanlıq ateşeyə geri dör. Atımı da eşeğimi de götür, redd ol buradan. Sen ne dayanmışsın ki? Kimi gözləyirsən? Yeri, bizim senden alverimiz baş tutmaz. Ged özlə başka yerde qəbir axtar.